Ötən gün saat 19 radələrində Bakı Olimpiya Stadionunun yaxınlığından keçən motosikletdə 1 yaşlı uşağın da sərnişin qismində olması müşahidə olunur. Motosikletdə olan qızla oğlanın ortasında təxminən 1 yaşlı uşaq da olur. Hadisə şahidlərinin lentə aldığı görüntülərdə motosikletin yüksək sürətlə hərəkət elədiyi və uşağın heç bir qoruyucu vasitə olmadan valideynlərin arasında əyləşdirildiyi açıq şəkildə görünür. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hazırda sosial şəbəkə segmentlərində yayılmış video görüntü ilə əlaqədar olaraq araşdırma aparılır. Mövcud qanunvericiliyin tələblərinə əsasən adamların bu formada daşınması qadağandır və öz növbəsində inzibati məsuliyyət yaradır deyə açıqlamada bildirilib.